Salam, mənim əziz və dəyərli izləyicilərim. Sizlər üçün çox qısa bir video çəkəcəm. Deməli, bu videonun əsas məqsədi nədəndir? Danışmaq bir çox tələbələrin istənilən dildə problemidir. Bu metodika ilə siz danışığı bir ay müddətində çox möhtəşəm bir vəziyyətdə, olduğunuz leveldan möhtəşəm bir vəziyyətə gətirə bilərsiniz. Bunu necə edəcəksiniz? Deməli, bir video götürürsünüz Azərbaycan dilində və burada siz uydurma prinsipinizi işə salacaqsınız. Sadə bir videodur və ya da ChatGPT-dən xahiş edirsiniz ki, sizə sadə bir, məsələn, levelunuza uyğun, A1 isə A1, A2 isə A2, B1 isə B1 bir mətn verir və onu səsləndirir sizə. Siz onu götürürsünüz və necə deyərlər, başlayırsınız onu danışmağa, yəni daha doğrusu dinləyirsiniz. Dinlədikdən sonra onunla bağlı qısa bir hekayə tipli başlayırsınız yazmağa və yazan zaman ora öz ideyalarınızı əldə ata bilərsiniz. Məsələn, deyək ki, universitetlə bağlıdır. Siz ideyalarınızdan ata bilərsiniz sonra ki, məsələn, mən dostlarımla görüşürəm, burada çoxlu dostlar tapıram. Yəni, uydurun. Cümlələrin arasına əlavələr qoşun. Mütləq şəkildə eləməlisiniz. Yaxşı, bu ən vacib hissələrdən biridir. Tamam mı? Bunu qoyduq qırağa. Daha sonra onu tərcümə elədiniz, başlayırsınız çoxlu danışmağa. Və danışıb ağız yorulana qədər danışırsınız. Bu metodika bir ay sizin metodik olaraq həqiqətən də danışığınızı inkişaf etdirəcək. Deməli, yenidə təkrar gedirəm. Birinci götürürsünüz Azərbaycanda videoda ola bilər. Bir çəkicidən xahiş edirsə bir kiçik bir mətn səsləndirsin sadə bir dildə. Həmçində özü də verə bilər. Və siz onu yadda qalanını yazırsınız. Əlavələr qoşursunuz, sonra tərcümə edirsiniz ingilisinə sırf və cümlələrin arasında müəyyən başlıqlar qoşursunuz, əlavə uydurmalardan istifadə edirsiniz. Məsələn, mən ora getdim, orada gördüm və s. Daha sonra onu ingiliscə çevirib başlayırsınız çoxlu danışmağa. Bu metodikanı sizə heç kim verməyəcək. Mən isə verdim. İstifadə edib yararlanın. Çox sağ olun.